ailə fərdlərinin hamısı ilə ayrı-ayrılıqda görüş keçirdirəm. O nə sevir? Zamanını necə sərf etməyi sevir. Elə bil ki, o mənim üçün dönüş nöqtəsi yaratmışdı dizaynda. Vacib dəsin. Bəli. O qaydaq o suallara. Sualların içində mütləq şəkildə solaxay, evdə solaxay varmı? Hə, yəni ki, o suallardan biri də heyvan varmı? Mütləq o sual verilir. Çünki ev heyvanları üçün həm divan üçün seçilən material fərqli olur. Yəni yumşaq mebellər üçün seçilən material fərqli olur. Sanitar qovşaqların quruluşu tamamilə fərqli olur onlar üçün. Yəni xüsusiləşdirilmiş. Sonra peşələri nədir? İnsanların peşələri nədir? Sevdikləri rəng nədir? Sevmədikləri rəng nədir? Və günün neçə saatını evdə keçirdirlər? Bu suallar, mən hələ sizə bir hissəsini dedim, çox vaxt insana görə dəyişir.